İndi isə mən sizə sinif otağının öyrətmə və öyrənmə mühitində funksiyasından danışacağım. Sinif otağının öyrətmə və öyrənmə mühitində funksiyası deyəndə şagird ən çox harda öyrənir? Təbii ki, sinif otağında. Öyrətmə, öyrənmə prosesi ən çox sinif otağında baş verir. Və təbii ki, düzgün şəkildə tərtib, düzgün şəkildə dizayn olunmuş sinif otağı şagirdin öyrənməsinə birbaşa təsir edir. Yəni şagird mərkəzli formada qurulmuş sinif otağı onların öyrənməsinə, motivasiya olunmasına, dərsə cəlb olunmasına birbaşa təsir edən faktorlardandır. Və ona görə də sinif otağı şagirdlər üçün əlverişli mekana çevrilməsi üçün bir neçə amilə diqqət yetirmək lazımdır. Hansı amillərdir? Gəlin baxaq. Birincisi temperatur və havalandırma. Təbii ki, məktəb olmasın, məktəb sinif otağı olmasın, öz evimiz olsun. Biz daima həmişə öz evimizi də havalandırmalıyıq tez-tez. Çünki düzgün şəkildə dərs prosesində, sinif otağında şagirdlər üçün sinif otağı çox həddən artıq isti olanda və yaxud da həddən artıq soyuq olanda orada düzgün, effektiv öyrənmə prosesi baş verərmi? Təbii ki, yox. Şagird oturub qalın kurtkada, papağı çəkib başına, orada düzgün şəkildə effektiv öyrənmə baş verməyəcək. Şagirdin fikri qalacaq, mən evə nə vaxt gedəcəm, soyuqdan donuram burada deyə. Və yaxud da nə çox isti olan sinif otağında şagird orada öyrənə bilməyəcək. Ona görə havanın necə olmasından asılı olmayaraq hər gün səhər və fasilə vaxtları otağın havalandırılması şərtdir. Həmçində gigiyenik cəhətdən də bunu etmək vacibdir. Xəstə olan şagirdlər olur və yaxud da yemək gətirirlər uşaqlar məktəbə, nəsə yeyirlər. Artıq onu tez-tez havalandırmaq lazımdır. Belə olduğu halda şagirdləri beyni düzgün şəkildə oksigenlə də təmin olunanda onların aktiv fəaliyyətinə müsbət təsir göstərir. Bu oldu temperatur və havalandırma. Sonra gəlir işıqlandırma. İşıqlandırma da sinif otağında elə işıqlardan istifadə olunmalıdır ki, nə həddən artıq parlaq və yaxud da az işıqlı olsun və yaxud da yanıb sönən işıqlardan istifadə olunmamalıdır. Yəni belə olduğu halda düzgün, uyğun olmayan işıqlandırma ən çox şikayətlər olur. Baş ağrısı, göz yorğunluğu, ümumi yorğunluq olur. Özünüz təsəvvür edin ki, dərs prosesində yanıb sönən işıqlar, bizim dilimizdə desə marqat eləyir işıqlar, ancaq bu mühitdə şagird nə isə öyrənə bilərmi? Ancaq fikir qalacaq orada. Həmçində bu sağlamlıq imkanları məhdud olan uşaqlar üçün də birbaşa təsir göstərən bir faktordur. Autizmli, epilepsiya olan şagirdlər olur ki, bunlara bu cür işıq ciddi şəkildə təsir edir. Ona görə də düzgün şəkildə işıqlandırmadan da istifadə etməli. Yəni burada sadalanan xüsusiyyətlər ümumiyyətlə çox sadə xüsusiyyətlərdir. Həmçində birbaşa şagirdin öyrənməsinə təsir göstərən faktorlardır. Yəni əgərləri özünüz təsəvvür eləyin, işıqlar normal yoxdursa və çox az yəni işıq varsa sinif otağında və yaxud da həddən artıq parlaqlı olan işıqlar varsa və yaxud da yanıb sönən işıq varsa, havalandırma, temperatur düzgün deyilsə otaqda, yəni o otaqda şagird düzgün şəkildə, effektiv şəkildə, səmərəli şəkildə öyrənə bilməz. O uşağın başına heç nə getməz dərs prosesində. Ona görə biz bu xüsusiyyətlərə düzgün şəkildə fikir verməliyik. Üçüncü xüsusiyyətimiz gəlir orada rənglərdən istifadə. Təbii ki, insan öz evində də divar kağızı seçəndə diqqət edir ki, insana xoş təsir edən rənglər seçsin. Həmçində sinifdə də uşaqların yaş xüsusiyyətlərinə baxaraq biz rəng seçimi etməliyik. Bu necə olur? Məsələn, kiçik uşaqlar daha çox parlaq rənglərə, naxışlara üstünlük verirlər. Adi fikir versinizsə, məktəbdə də balaca kiçik yaşlı ibtidai siniflərdə görürsünüz ki, daha parlaq rənglərdən, nə bilim divarda müəllim özü nəsə rənglərdən istifadə edir, şəkillər olur, naxışlar olur. Yəni biraz rəngarəng olur. Çünki balaca yaşlı uşaqlar parlaq rənglərə, naxışlara üstünlük verirlər. Amma yeniyetmələr isə biraz yuxarı sinif şagirdləri isə 7, 9, 11-ci sinif şagirdləri isə daha yumşaq rənglərə üstünlük verirlər, daha sadə rənglərə üstünlük verirlər. Belə olanda onların, belə deyim ki, təlim nailiyyətlərinin də yüksək olur. Doğrudan da bu faktorlar birbaşa təsir edən faktorlardır şagirdin öyrənməsinə. Sonra gəlir burada fiziki təhlükəsizlik. Fiziki təhlükəsizlik burada məsələn, sinifdə əgərləri qırıq pəncərələr varsa, bardalardan şuruplar çıxıbsa, tavandan nə bilim su axırsa və yaxud da burada da yazıldığı kimi üstü açıq elektrik naqillərin olması varsa, elektrik açarının, elektrik yuvalarının təhlükəsizlik olduğuna, kəsici, deşici, yandırıcı əşyaların olmamasına diqqət yetirmək lazımdır. Yəni özünüz təsəvvür eləyin,
qırıq pəncərə varsa və yaxud da indi yıxılacaq şurupları çıxmış partalar varsa, şagird ancaq fikri həmən indi yıxılaram, sonra yıxılaram. İndi qırıq pəncərə mənim üstümə düşəcək deyə. Yəni şagirdin fikri ancaq öz fiziki təhlükəsizliyinin qorunmasında olur. Dərs prosesində öz fikrini cəmləşdirə bilmir. Ona görə biz bu xüsusiyyətlərə də diqqət yetirməliyik. Təbii ki, bunu dövlət düzgün şərait yaratmalıdır, həmçinin də məktəb rəhbərliyi də bunu nəzarət etməlidir. Sonra gəlir mebellərdən istifadə. Mebellərdən istifadə edəndə də sinifdə olan partalardan, sinifdə olan şkafların olsun, digər əşyaların olsun doğru şəkildə istifadəsi nəzərdə tutulur. Doğru yerlərdə onların düzülüşü nəzərdə tutulur. Və əsasən də burada partaların düzgün düzülüşündən söhbət gedir. Burada partaların düzülüşü bir neçə formada düzülüşü göstərilib. Ənənəvi sıra düzülüşüdür, dairəvi düzülüşdür, yəni dəyirmi masa formasında düzülüş, U şəkilli düzülüş, buna həmçinin atnalı və yarım dairə də deyilir. İndi bir-bir şəkil üzərində göstərəcəm onları. Bir də qrup şəklində düzülüş adlanır. Birinci başlayaq elə ənənəvi sıra düzülüşündən. Baxın, ənənəvi sıra düzülüşü şəkildə də göründükmü? Yəni bizim dərslərdə, ənənəvi dərslərimizdə necə olur? Həmişə gündəlik getdiyimiz dərslərdə partalar bu formada, şagirdlər 2-2 formada oturub, müəllim də burada oturub, bu formada, bu ənənəvi sıra düzülüşü adlanır. Və burada indi sadalayacağım xüsusiyyətləri, çünki hər bir belə deyim ki, parta düzülüşlərinin öz xüsusiyyətləri var. Ona görə testlərdə düşə bilər sizə. Baxın, burada bu forma şagirdlərin lövhəni rahat görmələrini təmin edir. Baxın, burada da xətt çəkim sizə. Fərdi və rahat görmələrini təmin edir. Fərdi və cütlərlə iş zamanı əlverişli olur. Lakin kiçik və böyük qruplarla iş formaları üçün bu uyğun deyil. Şagird ünsiyyətini minimuma endirir. Bir çox hallarda müəllimlər ünsiyyəti ən çox birinci sırada və yaxud da sinifin ortasında oturan şagirdlərlə qururlar. Arxa cərgələrdə əyləşən şagirdlərlə isə daha az məşğul olurlar. Baxın, bu ənənəvi sıra düzülüş, parta düzülüşünün üstün cəhətləri ondan ibarətdir ki, şagirdlərin lövhəni rahat görmələrini təmin edir. Fərdi və cütlərlə iş zamanı əlverişli sayılır. Amma kiçik və böyük qruplarla iş formaları üçün bu ənənəvi sıra düzülüşü uyğun deyil. Baxın, bu xüsusiyyətləri yadda saxlayın, testlərdə qarşınıza çıxar. Həmçində şagird ünsiyyətini minimuma indirir. Qruplarla iş formasından biz burada istifadə edə bilmirik. Şagirdlərin ünsiyyətini burada minimuma indirmiş olur. Və müəllim də çox vaxt ünsiyyəti birinci sırada və sinifin ortasında oturan şagirdlərlə qura bilir. Arxa cərgədə əyləşən şagirdlərlə isə daha az məşğul olurlar. Yəni, sinifdə əgər şagird sayı çoxdursa, müəllim hər bir şagirdə vaxt cəhətdən çatdıra bilmir. Daha çox orta partalarda əyləşənlər, ön partada əyləşənlərlə daha çox ünsiyyətdə olur. Ona görə arxa cərgədə oturanlar təlimatı eşitməyə, dərsə aktiv şəkildə cəlb olunmaya bilər. Bu, bunun mənfi xüsusiyyətlərindən biridir. Sonra gəlir burada dəyirmi masa düzülüşü. Dəyirmi masa düzülüşü, yəni dairəvi düzülüş. Özünüz də görürsünüz ki, dairə şəklində düzülüşdür. Bunun xüsusiyyətləri sinifdə bütün siniflə iş formasına, yəni ki, kollektivlə iş formasına şərait yaradır. Testlərdə düşər ki, bütün siniflə iş formasında müzakirə texnikası tələb edən hansı düzülüşdür, parta düzülüşü? Bu dəyirmi masa düzülüşü və yaxud da dairəvi düzülüş olur. Və bir də burada yadda saxlayırsınız ki, bu cür düzülüş hər kəsə eyni imkan yaradır və burada güclü zəif şagird anlayışı aradan qaldırılır. Baxın, bu cümlələri də yadda saxlayan, o birilərindən fərqləndirən xüsusiyyətlər. Güclü olduğu kimi kitab cümlələri düşəcək, ona görə yadda saxlayarsınız. Hər kəsə eyni imkan yaradır öyrənmədə, güclü və zəif şagird anlayışı aradan qaldırır, müzakirəni daha effektiv edir və qarşılıqlı ünsiyyət, göz təması təmin edir, cəlb olunmanı dəstəkləyir. Bu xüsusiyyətləri yadda saxlayarsınız. Sonra gəlir U şəkilli düzülüş. U şəkilli düzülüş özünüz də görürsünüz, bu formada U şəklindədir. Həmçinin də buna atnalı da deyirlər və yaxud da yarım dairə də deyirlər. Amma daha çox U şəkilli düzülüş deyilir. U şəkilli düzülüşdə isə şagirdlər arasında üzbəüz qarşılıqlı münasibəti, əməkdaşlığı dəstəkləyir. Müzakirə zamanı şagirdlər bir-birini rahatlıqla görə bilir və bir-birlərinin fikirlərinə münasibət bildirirlər. Müzakirə daha da dərinləşməyə imkan verir və həmçinin də burada ən əsas xüsusiyyətlərdən biri də müəllimin rahat şəkildə hərəkət etməsinə şərait yaradır. Yəni, müəllim rahat hərəkət etməsinə, şagirdlərlə qarşılıqlı ünsiyyət qurmasına əlverişli şərait yaradır. Təqdimatı hər kəs rahatlıqla görə bilir. Baxın, bu xüsusiyyətləri yadda saxlayın.
Çünki burada yer olduğu üçün, orta boş olduğu üçün müəllim bunların arasında, yəni rahat şəkildə hərəkət edərək şagirdlərə yaxınlaşa bilər, onlara öz münasibətini bildirə bilər. Yəni düzgün müəllimin rahat şəkildə hərəkət etməsinə şərait yaradır. Həmçində təqdimatı hər kəs rahatlıqla görə bilir. Qarşılıqlı münasibət olur, şagirdlər əməkdaşlıq olur. Bir-birinin fikirlərinə münasibət bildirirlər burada. Müzakirəni daha da dərinləşdirməyə imkan verir. Bu kimi üstün xüsusiyyətləri var. Və ən son olaraq isə qrup şəklində düzülüş. Yəni bu bizim bildiyimiz qrup şəklində düzəlişdir. Şəkillər qruplar formasında şagirdlər birləşir gördüyünüz kimi və qrup şəklində qrup işi zamanı istifadə edilir. Burada da şagirdlər tapşırığı, layihəni birlikdə həll etməyi, birlikdə öyrənməyi, burada da əməkdaşlıqdır, ünsiyyətdir, şagirdlər arasında formalaşır. Həmçində şagirdlərdə qarşılıqlı ünsiyyət və yumşaq bacarıqların inkişafında. Yumşaq bacarıqlar deyəndə şagirdlər arasında əməkdaşlıqdır, ünsiyyətdir, liderlik bacarıqlardır, komanda işi nümayiş etdirməkdir və s. Bunlar yumşaq bacarıqlar nəzərdə tutulur və dəstəkləyici mühitin yaradılmasında önəmli rol oynayır. Dərsdə partaların bu formada düzülməsi həm də şagirdlərin müzakirə olunan məsələyə, həll olunan problemə müxtəlif perspektivlərdən müəyyənləşdirməyə kömək edir. Bu da oldu bizim qrup şəklində düzülüş. Asan mövzudur. Sadəcə dediyim kimi bu parta düzülüşlərində olan xüsusiyyətləri olduğu kimi yadda saxlayarsınız. Hər birində ola bilər ki, testlərdə bir-birindən ayırmaq üçün qarşınıza çıxar. Ona görə kitab cümlələri ilə oxudum ki, bunlar kitab cümlələri ilə olduğu kimi sizə düşə bilər. Bu da oldu bizim sinif otağında öyrətmə və öyrənmə mühitində funksiyası.